Salam əziz abituriyentlər, kanalımıza xoş gəlmişsiniz. Mən fizika müəllimi Elşad Həsənov. Bugündən etibarən öz kitabımdan, öz yazdığım kitabdan mövzuları sırayla başdan başlayaraq izah edəcəm. Siz də faydalanmaq istəsəniz, təbii ki, kanalımıza abunə ola bilərsiniz. Dərslərimizdən canlı və yaxud da onlayn istifadə etmək istəsəniz, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Bu arada kitabım da DİM-in proqramına uyğun olaraq əhatəli şəkildə, qısa konspekt şəklində yazılmışdır. Birinci mövzumuz kinematika bölməsidir. Kinematika nədir? Deməli, mexaniki hərəkətin səbəblərini araşdırmadan öyrənən bölmə kinematika bölməsidir. Kinematikada mexaniki hərəkət anlayışı var. Mexaniki hərəkət zaman keçdikcə cismin başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsi mexaniki hərəkət adlanır. Mexaniki hərəkətin 3 növü var. İrəliləmə hərəkəti, fırlanma hərəkəti və rəqs hərəkət. İrəliləmə hərəkəti bütün nöqtələri eyni cür hərəkət edən hərəkət irəliləmə hərəkətidir. Fırlanma hərəkəti zaten bəllidir ki, müəyyən zamandan sonra təkrarlanan hərəkətdir. Həmçinin rəqs hərəkətdə. Fizikada maddi nöqtə anlayışı vardır. Maddi nöqtə verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Bir cisim bir şəraitə görə böyük bir cisim kimi görsənə bilər. Başqa bir şəraitə görə maddi nöqtə şəklində görsənir. İndi isə vektorların çıxılma qaydasını göstərirəm. Vektorların çıxılma qaydasının şərt belədir. İki vektor eyni nöqtədən başlamalıdır. Deyək ki, A vektoru da bu nöqtədən başlayır. B vektorunu bu nöqtədən başladıram. Deməli, burada iki dənə mümkün hal var. Ya A-dan B-ni çıxacam, ya da B-dən A-nı çıxacam. Ona görə birini də çəkirəm. Deməli, A vektoru, bu da olsun B vektoru. Əgər A vektorundan B vektorunu çıxıramsa, o zaman C vektoru A-ya doğru yönəlir. A-dan B-ni çıxıram. C vektoru A-ya doğru yönəlir. Yəni, belə deyək də, A-dan B-ni çıxıramsa, A böyükdür. Deməli, C vektoru böyüyə tərəf yönəlir. Yox, əgər B-dən A-nı çıxıramsa, B vektorundan A vektorunu çıxıramsa, o zaman C vektoru B-yə doğru yönəlir. Yəni, bunu yadda saxlayanda bəs olur. Bu da oldu vektorların çıxılma qaydası. İndi isə vektorların proyeksiyasından danışacağım. Vektorların həm x oxuna, həm də y oxuna proyeksiyası var. Bu proyeksiyanı da sizə göstərim. Bu da önəmlidir. Bizə lazım olur digər mövzularda da. Deyək ki, bir x oxu göstərirəm. X oxu. Bir dənə də x oxu göstərək. Hər hansısa bir A vektoru və yaxud da B vektoru çəkirəm. A vektorunun istiqaməti x ox istiqamətdədir. B vektorunun istiqaməti isə x oxunun əksinədir. Vektorun proyeksiyasını tapanda vektorun başlanğıcından və sonundan x oxuna perpendikulyar endirir. Başlanğıcından endirdiyim perpendikulyar bu nöqtəyə düşür. Sonundan endirdiyim perpendikulyar bu nöqtəyə düşür. Perpendikulyarlar arasındakı bu parçanın uzunluğu A vektorunun x oxuna proyeksiyasıdır. Eyni şəkildə B vektor üçün çəkirəm. Başlanğıcından perpendikulyar endirirəm, sonundan perpendikulyar endirirəm. Bu perpendikulyarlar arasındakı bu parçanın uzunluğu B vektorunun x oxuna proyeksiyasıdır. Əgər vektoruna ox eyni yöndədirsə, onun proyeksiyası müsbət, vektorla ox əks yöndədirsə, onun proyeksiyası mənfi olacaq. Deyək ki, vektor A vektoru, B vektoru x oxuna perpendikulyardır. Perpendikulyardırsa, onun proyeksiyası 0 olacaq. Çünki başlanğıcından endirdiyim nöqtə ilə sonundan endirdiyim nöqtə eyni nöqtəyə cəhət düşdüyü üçün, həmən perpendikulyarlar eyni nöqtəyə düşdüyü üçün burada bir parça alınmadı. Parça alınmadısa, deməli, onun proyeksiyası nəyə bərabərdir? 0-a bərabərdir. Eyni şəkildə burada da sonundan endirdiyim perpendikulyarla başlanğıcından endirdiyim perpendikulyar bir nöqtənin üzərində düşdüyü üçün orada bir parça alınmır. Ona görə də onun proyeksiyası nə olur? 0 olmuş olur. Eynisini y bloku üzərində də göstərmək mümkündür. İndi keçirik düz xətli bərabər sürətli hərəkətdə sürət, yerdəyişmə, koordinata. Sürət nədir? Cismin hərəkəti zamanı müəyyən qədər məsafə qət edir. Həmən məsafəni də müəyyən bir zamanda qət edir. Cismin qət elədiyi məsafəni zamana böldüyümüz zaman biz cismi
tapmış oluruq. Deməli, cismin hərəkət zamanı, onun getdiyi yolu, yer dəyişməni zamana bölsək, biz nəyi tapmış oluruq? Sürəti tapmış oluruq. Deməli, sürət V bərabərdir, S böl T düsturundan tapılır və ya S L ilə işarə edirlər. Onsuz da biz düz xəttli hərəkətdən danışdığımız üçün düz xəttli hərəkətdə yolla yer dəyişmə üst-üstə düşür. Eyni olur, bir-birinə bərabər olur. Ona görə də düsturda S də yazsan, L də yazsan, heç bir problem yoxdur. V bərabərdir S böl T. Burada S cismin yer dəyişməsi, T zaman, V isə sürətdir. Sürət vektorial kəmiyyətdir, yer dəyişmə istiqamətində yönəlir. Sürətin vahidi, deməli, yer dəyişmənin vahidi metrdir, zaman vahidi saniyədir. O zaman dolayısıyla burada sürətin vahidi nə çıxmış olur? Sürətin vahidi metr bölünsün saniyə çıxmış olur. Sürəti də spidometr adlanan cihazlar ölçürlər. İndi isə düz xəttli bərabər sürətli hərəkətləri. Düz xəttli bərabər sürətli hərəkət adından da məlumdur ki, cisim düz xətt üzrə hərəkət eləyəcək və bərabər sürətlə hərəkət eləyəcək. Və tərif olaraq bu şəkildə deyə bilərik. Cisim bərabər zaman fasilələrində bərabər yer dəyişmələr qət eləyirsə, o zaman belə hərəkət düz xəttli bərabər sürətli hərəkət adlanır. Düz xəttli bərabər sürətli hərəkətdə də sürətin düsturu V bərabər S böl T-dir. Və düz xəttli bərabər sürətli hərəkətdə sürət konstant olur. Həm istiqaməti, həm də ədədi qiyməti sabit olur. Yəni dəyişmir. Çünki bərabər sürətlə hərəkət edir. Bərabər sürətli hərəkətdə sürətin zamandan asılılıq, sürətin proyeksiyasını zamandan asılılıq qrafikini çəkmək istəsək, təbii ki, konstant nə deməkdir? Sabit deməkdir. Sabit və bu şəkildə çəkilir. Əgər sürətin proyeksiyası müsbətdirsə, qrafik yuxarıda olacaq. Sürətin proyeksiyası mənfidirsə, qrafik təbii ki, aşağıda olacaq. Deməli, V bərabər S böl T düsturundan da biz S-i tapsaq, S bərabərdir V vurulsun T olmuş olacaq. Bu da yer dəyişmənin düsturudur. Sürət sabit olduğu üçün yer dəyişmə zamandan təbii ki, düz mütənasib olacaq. Düz mütənasib qrafik olaraq çəkəndə bu şəkildə göstərəcəyik. Deməli, yer dəyişmənin proyeksiyasının zamandan asılı qrafiki düz mütənasib. Ya yuxarı gedəcək, ya aşağı gedəcək. Yuxarı gedir, o vaxt sürətin proyeksiyası müsbət olsun. Burada proyeksiya göstərək. Aşağı o vaxt gedir ki, sürətin proyeksiyası mənfi olsun. İndi sual oluna bilər ki, sürət necə mənfi olur? Sürəti ölçən cihazın adı spidometrdir. Maşında var, hər kəs bilir yəqin ki. Spidometrdə heç biz mənfi sürət görmüşükmü? Təbii ki, görməmişik. Sürətin özü yox, proyeksiyası müsbət mənfi ola bilər. Bəs proyeksiya nədir? Biz biraz qabaq proyeksiyadan danışırdıq. A vektorunun x oxuna proyeksiyası, B vektorunun x oxuna proyeksiyası. Eyni şəkildə burada da sürət vektorunun x oxuna proyeksiyasından danışacaq. Deməli, x oxu çəkirəm. Deyək ki, cisim sağa hərəkət edir. Yəni, x ox istiqamətdə hərəkət edir. Bu da bunun sürətidir. İndi sürət vektorial kəmiyyətdə həmən bu sürətin x oxuna proyeksiyasını çəkmək istəyəndə başlanğıcdan və sonundan x oxuna perpendikulyar endirir və bu parçanın uzunluğu olur sürətin x oxuna proyeksiyası, yəni Vx. Biz bayaq dediyimiz kimi, əgər vektor x oxuna eyni yöndədirsə, onun proyeksiyası müsbətdir. Əgər cisim x oxuna əksinə gedirsə, bunu da proyeksiyasını tapanda yenə başlanğıcından və sonundan perpendikulyar endirir və bu hissədə bizə nə verir? Yenə Vx verir. Vektorla x oxu əks istiqamətdə olduğu üçün proyeksiyası mənfidir. Yəni, sürətin özü yox, proyeksiyası müsbət mənfi olur. Müsbət mənfi olmaq o demək ki, bu şəkildə yadda saxlaya bilərik. Əgər cisim x ox istiqamətdə gedirsə, onun sürətin proyeksiyası müsbət. Əgər cisim x oxun əksinə gedirsə, onun sürətin proyeksiyası mənfi olur. İndi biz koordinatdan danışaq. Bir var yer dəyişmə, bir də var koordinat. Koordinat nədir? Koordinat cismin durduğu yerdir, nöqtədir, hər hansısa bir nöqtədir. Yer dəyişmə olur ki, cisim hərəkət etməlidir, müəyyən bir məsafə qət etməlidir. Amma koordinatda isə cisim durduğu yerə koordinat deyirik. İlk durduğu yer cismin ilk koordinatıdır, son durduğu yer cismin son koordinatıdır. Məsəl üçün, deyək ki, bir x oxu göstərsək, bu koordinat başlanğıcı olsun 0. Hər hansısa bir cisim, mən də ancaq tüsöpadan çəkə bilirəm, ona görə tüsöpadan çəkirəm. Durduğu ilk yer bura olsun.
x0 ilə işarə edirəm. İlk durduğu yer. Cisim hərəkət eləyərək gəldi, dayandı bu səfər burada. Bu da olur onun son koordinatı, son durduğu yer. Bunu da x ilə işarə edir. Cisim deyək ki, A nöqtəsində idi, sonra gəldi B nöqtəsinə. A nöqtəsindən B nöqtəsinə hərəkət zamanı müəyyən qədər məsafə qət edir. Həmən məsafə cisimin yer dəyişməsidir. İndi cisim nə qədər yer dəyişməlidir? Misal kimi göstərsəm, rəqəmlər versəm, onsuz da siz onu tapa biləcəksiniz. Məsəl üçün, deyək ki, bura 5-dir, burada 15-dir. Cisim nə qədər məsafə gedib? Deyəcəksiniz ki, 5-dən 15-ə gedib, yəni 10 metr məsafə gedib. Necə tapdıq? 15-dən 5-i çıxmaqla. 15-dən 5-i çıxmaq son koordinatdan başlanğıc koordinatı çıxmaq deməkdir. Deməli, cisimin yer dəyişməsinin proyeksiyasını tapanda Sx bərabərdir. X çıxılsın x0 şəklində tapa bilərik. Yəni, yer dəyişmə cismin son koordinatından başlanğıc koordinatı çıxdığımız zaman alınan bir məsafədir. İndi biz yer dəyişmənin x0 olduğunu biliriksə, həmən bu ifadəni gətirib sürət düsturunda yerinə qoya bilərik. Mən bunu göstərirəm sizə. Sürətin proyeksiyasının düsturu yazmaq istəsəm Vx bərabərdir Sx böl t yazacaq. İndi bu yer dəyişmənin bu ifadəsini gətirib burada yerinə yazıram. Sx-in yerinə nə yazıram? X sıxılsın, x0 bölünsün t. Sonra bunun belə çarpaz vursaq, x sıx x0 bərabərdir Vx t alınmış olur. Bu arada x sıx x0-ın yerinə delta x də yaza bilərik. Yəni, bu bir dəyişmədir. Dəyişmədə deltanı işarə edir. Delta x bölünsün t-yə. Buradan da x-i tapsaq, x bərabərdir x0 plus Vx t olmuş olur. Və bu tapdığım bu tənlik düz xətli bərabər sürətli hərəkətdə koordinatın tənliyidir. Buna koordinatın tənliyi də deyə bilərik, koordinatın düsturu da deyə bilərik, koordinatın zamandan asıllıq tənliyi də deyə bilərik. Heç bir fərqi yoxdur, eyni anlam daşıyır. Burada əgər x0 başlanğıc koordinatdır. Əgər x0 0 olarsa, şərtdə verə bilər 0 olsun. x0 0 olması cisim koordinat başlanğıcdan başlanması deməkdir. x0 0 olarsa o zaman koordinatın tənliyi eləcə Vx vurulsun t şəklində göstərilə bilər. Bu, düz xətli bərabər sürətli hərəkətdə koordinat zamanı asılı tənliyidir. İndi biz bu koordinatın zamandan asılı qrafikləri çəkməyimiz lazımdır. Qrafikləri də çəkib sizə göstərirəm. Deməli, biz çəkəcəyik x-in t-dən asıllıq qrafiklərini. Təbii ki, bu tənlik funksiyadır. Hər hansısa bir funksiya tənliyidir. Yəni, oxşuyur daha doğrusu, belə deyək. X t-dən necə asılıdır? Təbii ki, düz mütənasib asılıdır. Amma belə bir qayda var. Əgər x0 varsa və müsbətdirsə, qrafik x0 qədər yuxarıdan başlayacaq. Əgər x0 yoxdursa, sıfırdırsa, qrafik sıfırdan başlayacaq. Əgər x0 var və mənfidirsə, qrafik x0 qədər aşağıdan başlayacaq. Burada da eyni şəkildə x0 var, müsbətdirsə, qrafik yuxarıdan başlayacaq. x0 yoxdursa, koordinat başlanğıcdan başlayacaq. x0 var və mənfidirsə, müəyyən qədər aşağıdan başlayacaq. Qrafik yuxarı da gedə bilər, aşağı da gedə bilər. Qrafikin yuxarı aşağı getməsi nəyi göstərir uşaqlar? Deməli, x oxu yuxarıdır, qrafik də yuxarı gedir. Yəni, cisim hara gedir? X ox istiqamətdə gedir. Biz də bayaq dediyimiz kimi x ox istiqamətdə cisim gedirsə, onun sürətin proyeksiyası nədir? Müsbətdir. Deməli, burada sürətin proyeksiyası müsbətdir, burada da sürətin proyeksiyası müsbətdir, burada da sürətin proyeksiyası müsbətdir. Amma bu qrafik isə x oxu yuxarıdır, bu qrafik aşağı gedir. Aşağı gedir, yəni o demək ki, x oxunun əksinə gedir. O zaman sürətin proyeksiyası nə olacaq? Mənfi olacaq. Burada da sürətin proyeksiyası mənfi olacaq. Burada da sürətin proyeksiyası nə olacaq? Mənfi olacaq. Əgər qrafiki bu şəkildə göstəribsə, baxın, deməli, x-in t-dən asılı qrafiki bu şəkildə göstəribsə, x0 sabit, ola bilsin ki, zaman oxunun üstündə sabit, ola bilsin ki, aşağıda sabit. Bu sabit o demək ki, cisim yerini dəyişmir, koordinat sabitdir. Məsəl üçün, koordinat 5-dədir, 5-in üstündə dayanıb cisim və 5-də olaraq qalıb. Sabitdir, hərəkət yoxdur. 0-dadır, 0-ın üstündə qalır, hərəkət yoxdur. Mənfi 5-dədir, mənfi 5-in üstündə qalır, hərəkət yoxdur. Zaman gedir, amma hərəkət yoxdur. Bu, onu göstərən bir qrafikdir. İndi davam eləyək.
İndi isə sürətin zamandan asılı qrafikində, grafikin altında qalan fiqurun sahəsinin bizə nə verdiyini sizə izah edirəm. Deməli, qrafik hansı formada olsun, fərqi yoxdur. Əgər sürətin zamandan asılı qrafiki verilsə, sürətin proyeksiya zamandan asılı qrafiki. Məsəl üçün, qrafik bu formada ola bilər. Sonra deyək ki, sürətin zamandan asılı qrafiki, qrafik belə bir trapesiya formasında ola bilər. Və s. Hansı formada olsun? Ümumiyyətlə, yadda saxlayırıq ki, sürətin zamandan asılı qrafiki verilibsə, qrafikin altında qalan bu fiqurun sahəsi bizə nə verəcək? Yer dəyişməni verəcək. Fiqurun sahəsi yer dəyişməni verəcək. Yəni ki, burada bu düzbucaqlıdır, düzbucaqlının sahəsini tapacaq, olacaq yer dəyişmə. Burada trapesiyadır, trapesiyanın sahəsini tapacaq, olacaq yer dəyişmə. İndi bəzi məsələlər var ki, o məsələlərdə görürsünüz ki, qrafikin sahəsini tapırıq, biri müsbətdir, biri mənfidir. Və biz buradan yer dəyişmə ilə yolu necə təyin edəcəyik, onun izahını sizə verirəm. Deməli, belədir məsələ. Deyək ki, sürətin proyeksiyası zamandan asılı qrafiki, bax, bu şəkildə verir. Rəqəmlər qoyuram özündən, -10 olsun, bura 2 olsun, bura 4 olsun, burada müsbət 10 olsun. İndi bizdən soruşulan iki məlumat var. Birində deyir ki, bu qrafikə əsasən cismin getdiyi yol tap, birində deyir ki, yer dəyişməni tap. Biz bunu necə təyin edəcəyik? Öncə bizim işimiz fiqurun sahəsini tapmaqdır. Niyə? Çünki bayaq da dediyim kimi, sürətin zamandan asılı qrafiki verilərsə, grafikin altında qalan fiqurun sahəsi bizə yol ya da yer dəyişməni verəcək. Deməli, buradakı birinci bu fiqurun sahəsini tapıram, S1 deyirəm. Sonra da bu fiqurun sahəsini tapıram, S2 deyirəm. Bu fiqur hansı fiqurdur? Düzbucaqlı, üçbucaqlı. Düzbucaqlı üçbucağın sahəsi necə tapılır? S1 bərabərdir. 2-də 1 vur, A vurulsun B. Burada A'mız -10'dur, -10. Vurulsun. B'miz isə 2'dir. Bu da elədir, -10 metr. İndi isə digər fiqurun sahəsini tapıram. S2. S2 bərabərdir. Burada da bu düzbucaq, üçbucaq var. Üçbucağın sahəsini tapırıq 2'də 1 A vur B. A'mız buradır. 4 ilə 2'nin arası, yəni 2. B'miz də bu məsafədir. O məsafədə 10'a bərabərdir. Burada da cavab 10 metr. Deməli, iki fiqurun sahəsində ikisində biri -10 tapdıq, biri müsbət 10 tapdıq. Əgər bizdən yol soruşulursa, tapdığımız fiqurun sahələrini modullarını toplayacaq. Yəni, müsbətləri toplayacaq. 10 üstəgəl 10 eləyəcək 20 metr. Bu oldu 20 metr, gedilən yol. Yer dəyişmək istəyirsə, fiqurun sahələrini modulsuz toplayacaq. Yəni, mənfi müsbət nəzərə alaraq toplayacaq. Yəni ki, -10 üstəgəl 10. Nə oldu? 0 oldu. Deməli, yer dəyişməmiz 0 oldu, getdiyimiz yol 20 oldu. Bu demək ki, cisim 10 metr gedib, sonra təzədən 10 metr geri qayıdıb, öz əvvəlki vəziyyətinə qayıdıb. 10 metr gedib, 10 metr öz əvvəlki vəziyyətinə qayıdıbsa, onun yer dəyişməsi 0, amma getdiyi yol təbii ki, nə olur? 20 olur. Bütün hallarda, indi mən burada tapdığım qrafikdə biri -10, biri müsbət 10 oldu. Ola bilsin ki, biri -10, biri 15 olsun və s. Fərqli-fərqli qiymətlər alına bilər. Nə alınır, alınsın. Yol deyəndə modullarını toplayacaqsan, yer dəyişmə deyəndə isə modulsuz, mənfi müsbət nəzər alaraq toplayacaqsan. Yol modullarını ona görə toplayırıq ki, yol heç vaxt mənfi ola bilməz. Yol həmişə müsbət olacaq. Sonra məsəl üçün yol haqqında bunu da deyə bilərik. Yol heç vaxt azala bilməz hərəkət zamanı. Yol həmişə artır. Bunları bilmək lazımdır. Sonra davam eləyək. Deməli, indi isə sürətin, daha doğrusu yer dəyişmənin qrafikləri, koordinatın qrafiklərində bəzən bizə fiqurlar, qrafiklə ox arasında, zaman ox arasında bucaq verilir. Həmən o bucağın tangensinin, kotangensinin və s. tapılması var. Onu izah edəcəm. Deyək ki, yer dəyişmənin zamandan asılı qrafik verilir, düz mütənasib. Və burada bu bucağı verir alfa bucağı. Bizdən soruşur ki, bu alfa bucağın tangensi nəyə bərabər? Biz də tangens alfanı riyaziyyat dərsindən bilirik ki, qarşıdakı katetin bitişik katetə nisbətdir. İndi baxaq görün, bu tangensin qarşısındakı katet nədir, bitişik katet nədir? Biz özümüz üçün burada bir düz bucaq, üç bucaq qururuq. Deməli, tangensin qarşısındakı katet bax buradır. Burada təbii ki, S oxun qarşısıdır, ona görə bura S-dir. Bitişik kateti isə bax buradır. Burada zaman oxudur. Deməli, burada zamandır. Deməli, qarşıdakı katetin bitişik katetə nisbəti S bölü T oldu. Və S bölü T-nin də V olduğunu biz bilirik. Deməli,
sürətin zamandan asılı qrafikində bucağın tangensi bizə hər zaman yer dəyişməyə zamandan asılı qrafikində bucağın tangensi bizə nə verəcək? Sürəti verəcək. Bir də koordinatın zamandan asılı qrafik ola bilər. Deyək ki, x-t qrafikidir. X sıfırdan başlayır, yuxarı doğru hərəkət edir. X sıfırdan başlayan qrafik yuxarı gedirsə hara gedir? Təbii ki, x-ə doğru gedir və o müəyyən bir zamanda gedir. Burada da bir bucaq ola bilər, alfa bucağı. Yenə də bizdən bu alfa bucağının tangensini soruşa bilər. Tangens alfa yenə də qarşıdakı katetin bitişik katetin nisbəti. İndi baxın bu tangensin qarşısındakı katet haradır? Bax buradır. Bu məsafə bu aralıqdır. Bu aralıqda x0, x0'dır. Demək, yazıram x0, x0, bura x0, x0. Bölünsün bitişik katet. Bitişik kateti isə zamandır. Bölünsün t. Təbii ki, x0, x0 bölünsün t də bizə nə verir? Sürəti verir. Yəni ki, yer dəyişmənin zamandan asılı qrafikində də, koordinatın zamandan asılı qrafikində də, qrafiklə zaman arasında qalan bucağın tangensi bizə sürəti verəcək. Əziz abituriyentlər, deməli, bu birinci bölmə çox uzun bir bölmədir. Mən bu bölməni bir dəfə izah etmək istəmirəm. Hissə-hissə izah edəcəm. Bir hissəsi bu qədər idi, onu bitirdik. Ardında gələn videolarımıza çəkib qoyacaq səhifəmizə. Sağ olun.